Ona görə Rəcəbin 13-ü sevincli gün idi. O dünyaya gəlir, əleyhissalam. Qarşıdan gələn mövlud var, Peyğəmbərin sevindiyi gündür, yaddan çıxartmayın. Rəcəbin 13-ü başlayanda, səhər duranda deyin ki, bugün Peyğəmbər şad olub. Neçə onun səbirsizliklə gözləyirdi. Peyğəmbər dünyada darıxırdı. O nuru gözləyir ki, o nur vardı mənlə orada. O nur gəlsin, vaxtı çatsın, o tənəzzül eləsin, dünyaya gəlsin. Odur ki, Əli dünyaya gələndə Peyğəmbər biraz rahat nəfəs aldı. Biraz rahat nəfəs aldı. Qucağına aldı deyir. Qucağına alan kimi uşaq Quran oxudu əleyhissalam. Neçə yerdə mənim sözümü məsxər ediblər, bir də budur. Deyir, hələ Quran nazil olmayıb, bu deyir ki, o Quran oxudu. Bu adam başa düşmür ki, Quran varlıq aləmi hələ xəlq olmamışdan bunların qəlbinə nazil olmuşdu. Bu elə bilir ki, o bir dənə adamdır, filan kəsin oğludur. Bir dənə Allah dedi ki, Quranı ona göndərim. Bu belə başa düşür Peyğəmbər. Ona görə təəccüblü gəlir ki, hələ Quran nazil olmamış, siz deyirsiniz ki, Əli dünyaya gələndə Quran oxudu. Necə yəni Quran gəlmə? Quran nazil olmaqdan əvvəl dünyaya, Quran bunların qəlbinə varlıq aləmində, hələ bunlar nurlar aləmində olanda nazil olmuşdur.